bu gördüğünüz bankaları biz 6 deyək ki, çeşid eləmişik. Burada tullantıların düşürmə sürətini öyrənəcəyik. Yəni, özünüzü bir elm adamı kimi görün, sanki bir təcrübə edirsiniz, laborator edirsiniz və məsələn, deyək ki, burada nədir? Qəzet parçasıdır. Torpaq dökürsünüz bu şəkildə və qəzet parçasını da bura əlavə edirsiniz. Gözləyirsiniz ki, bu bir ay ərzində hansı dəyişikliklərə uğrayacaq? Burada. Hansı düşürmə prosesi başlayacaq? Deyək ki, almadır, yerliyib, almanın üzərində atmışsınız və bu hansı deməli, dövrdə özünüzdə yenə bir vərəq açırsınız, vərəqdən bunun qeydiyyatı.